Bugün Sevginin 2 yaşı olur. Kızım onun otağını bəzəyirəm. Ona sürprizimiz var. Eşya! Oy! Qarıxmışam. Gəldik Tornadoya. Tornadonun ikinci mərtəbəsi uşaq əyləncəsidir, bilirsiniz. Uşaqların doğum günü üçün ən gözəl məkandır. Çünki burada hər cür növbə-növ uşaq əyləncəsi üçün oyunlar var, iqravoylar var. Burada böyükləri qəşəng yeyib içəcəklər, orada uşaqlar oynayacaqlar. Dekorumuzu da özləri eləyiblər, animatorları da özləri çağırıblar, DJ-imiz də özləri gətiriblər. Hər şey Tornadoya aiddir. Əgər siz də övladınızın doğum gününü rahat keçirtmək istəyirsinizsə, uşağınız doyunca əylənsin, o zaman bura gətirərsiniz. Sevginin ən sevdiyi burada o maşınlardır. İndi birazdan biz ana-bala orada maşın sürəcəyik. Analar və balalar yarışacaq. Sizin gözünüz aydın olsun. Bu gözəl nəvəmizi kopyasız oluşur. Sizin kimi gözəldir. Allah saklasın. Gözünüz aydın olsun. Bu kız kimdir? Bu kız adı Milana. Milana gelip öz rəfiqəsi sevgilinin hakkında mən belə başa düşdüm. Düzdür? Ən şalaq alqışlayan. Rəqsədə var. Bu ad günümüz ailəli bir Rus demiş, Rus